Selamlar, saygılar, hörmətli eşidənlərim. 8 mart 1875 ilində minlərcə New York şəhərində iş saatlarının azalması, qadınların seçimlərə qatılmaq haqları və başqa iqtisadi və mədəni istəklər üçün etiraz çıxışları polis tərəfindən vəhşicəsinə qarşılandı və bir çox qadın öldürüldü. Bu olaydan sonraki illərdə dünyanın bir çox şəhərində öldürülən qadınlara etiraz mitingləri quruldu və nəhayətində 1975 ilində Birləşmiş Millətlər bu günü Dünya Qadınlar Günü olaraq rəsmiyyətə tanıdı. Ancaq qadın haqlarına diqqət vermək təkcə 8 mart gününə bağlı qalmamış və qadın haqlarını qorumaq üçün bir çox gün nəzərdə alınmış ki, bunların arasında 25 iyun Dünya Qadına Qarşı Zorakılıq Mücadilə Günü olaraq 1981-də bir ailənin 3 qızının Dominikan Cümhuriyyətində qorxunc şəkildə öldürülməsi nəticəsində mətrəh olundu. Amma eğitimlərin genişlədiyi və mediaların və NGO-ların bu konuda apardıkları fəaliyyətlərinə baxmayaraq, bir çox ölkədə, özəlliklə İranda qadın haqlarının pozulmasını görürük. Bir çox qarşınas iqtisadi faktorları, hökumət sistemi və sünnətə bağlı kültürü qadın haqlarının pozulmasında etkili olduğunu dilə gətirsə belə, İran kimi çoxlu millətli ölkədə, fars olmayan bölgələrdə çoxlu faktorlar qadınlara qarşı daha çox zülm işlənməsinə səbəb ola bilər. Bu proqramda qadın haqları konusunu bərisi etmək üçün Döşdü Jalə xanım Təbrizi, insan haqları aktivisti və Azərbaycan Erk İnsan Haqları Cəmiyyəti Başqanı ilə birlikdəyik. Selamlar, saygılar xanım Təbrizi. Hoş gəldik deyirik sizə. Selamlar sizə və siz bizi eşidənlərə təşəkkür edirəm. Çox sağ olasınız dəvətiniz üçün. Buyurun. Çox sağ olun. Sorularımızı belə açıqlamaq istəyirəm ki, ilk sorudan başlayaq sizinlə. Hansı faktorlar və siyasətlər təzə dövrdə qadın haqları pozulmasında nəqş olubdur? Bəli. İcazə verin, mən bu günü bizlərə mən açıqlama gətirim ki, bu günlərim 25 noyabrıdır. O gündür ki, Sazman Millərin tərəfindən Birləşmiş Millətlər Təşkilatının tərəfindən bu gün adlanıbdır ki, tamam qadına qarşı olan ayrı-seçkinliklər gərək və xuşunətlər gərək, yəni şiddət və zorakılıq gərək aradan qaldırsın. Və bunun üçün proqramlar qabağa gedir Birləşmiş Millətlər Təşkilatında. Bu tək məsələ deyil, bu illər boyu bunun üstündə çalışırlar. Və bu gün bizə çox əmzadı var, çünki təkrar olunur ki, qadınların haqları ayaqlanır, qadınların haqları gərək Sazman Millərin insan hüquqlarına, yəni bir qadınların haqqı insan haqlarıdır. Və bu insan haqları böyük zatda, vəsi surətdə ayaqlanır və bunu aradan qaldırmaq lazımdır. Və mən bu günü ümid edirəm ki, bu günlər yəni davam tapsın, qadınların haqları açıqlama gətirilsin ki, qadınla bir insan təkin dünya səviyyəsində yararsın. Hər halda, mən gəlirəm sizin sualınıza. Sizin sualınız bir geniş sualdır. Biz buna belə çox balaca surətdə, açıq zadızda zamanımıza görə cavab verəcəyik. Bilirsiniz, qadınlara qarşı qanunlardır, qadınlara qarşı yazılan qanunlardır. O qanunlar qadından himayət olunmur, qadınların zadından. Mən İslam Cumhuriyyətini sizə misal verirəm. İslam Cumhuriyyətinin qanunları hamısı geri qalmış qanundur, İslam qanunudur. İslamda qanun, İslam qanunu ilə qadınlar kişilərlə bərabər deyirlər. Nəticə, bu qanunlar biri özü əsasda budur. Qadın haqları, insan haqlarıdır. Yəni insanlar, bunların hüquqları, yəni insanlar bərabər dünyaya gəlirlər. Yəni o azadlıq o insana dünyaya gələndə ikisinə də bərabər verilir. Bəli, qüdrət məsələsidir. Ta zamanı ki, qüdrət
bir qüdrət zaten kişilərin əlində olur və qanunları onlar yazır bizə. Bu davam tapacaqdır. O zaman ki, o qanunları yazmaqda qadınların şirkət olmaya, qadınlar özləri yazmayalar, nə istəyirlər. Bu qanunlar həmişə onların əleyhinə olar, bunlar gərək qaldırırlar, bunlar gərək aradan götürürlər. Siyasətlər içi qabağa gedir, o qanunların siyasətidir. Qanun nə deyir, o siyasətlə qabağa gedir. Məsələn, biz yaşayan ölkələrdə görürük ki, qadınlar şirkət edirlər qanunları yazmaqdan. Bəli, özlərinə görə də qanun qoyurlar, intixab olsunlar, intixab eləsinlər, öz geyimlərin intixab eləsinlər, öz necanlıqların, öz həyat yoldaşlarının intixab eləsinlər. Bunlar bizim qanunlarımızda yoxdur, bizim qanunlarımızda zordur. Bunları aradan götürmək lazımdır. Bilirsiniz, indi qadınlara bu imkanlar verilmir, qadınlar ümumi yerdə çıxış eləmirlər, bekarçılıqdır, ondan sonra yoxsulluqdur, qadınlar şirkət verilmirlər məmləkətin iqtisadında, qadınlar daimən sərkub olunurlar, daimən fişar altındadırlar, baskı altındadırlar. Siz baxın, insan hüquqları müdafiələri İran təkin ölkədəki qadınlardan difə edirlər, onlar məhkum olurlar illər boyu zindanlara. O zaman ki, tamam dünyanın hər nöqtəsində, ta o zamana ki, qadınlar özləri o qanunları yazmayalar, şirkətləri olmaya o qanunlarda olalar, həmişə bu şəkildə qabağa gedəcəkdir. Və mən bir şeyə işarə edirəm ki, o yerdə ki, o məmləkətdə, o ölkədə ki, qadınlar fişar altındadır, baskı altındadır, şiddət olunur bilərinə, o yerdə heç zaman ədalət olmayacaq, sülh olmayacaq, demokrasi olmayacaq. Hər ölkənin azadlığı qadınlara bəstəliyi var. O zaman ki, qadın azad olduğu ölkədə azad olacaqdır. Mən burada istəyirəm, istifadə edəyəm. Deyəm ki, Cumhuri İslamiya, yenə qeydirəm o ölkədə ki, mən biləxərə o ölkəninciyəm. Qeydirəm ona ki, o bir məmləkətdə ki, özləri bir qanun yazıblar, layihə siyanət, insanın kəraməti, əmniyyət, qadının əmniyyəti üçün bir dənə Əhmədi Nəcadın zamanından bir layihə yazıblar. O layihə 91 maddədəydi ki, o qədər onu dolandırıblar ki, eləyiblər 71 maddə və bu maddə ki, eləyə bilər balaca şəkildə qadının himayət eləsin. O şiddətlər, o zorakılıq ki, qadına olur, onun qabağın biraz alsın. O evlərdə ki, qadınlar ölürlər, həqiqətən kişilərin əli ilə zindəcanlıqların aradan aparırlar. İstəyirlər biraz ona qabağını alsınlar. Bəli, görürsünüz ki, bu qanun bugünə can kağız üstündə qalıbdır, zat olmayıbdır. Hətta Cumhuri İslamının o qanun əsasına baxırsınız, 21-ci maddə ki, qadınlara ayrı seçkinlik olmasın, həqləri onların riayət olsun, o da bugünə can icra olmayıbdır. Hər halda mən, məsələ çoxdur bu mövzunun üstündə. Hətta siz baxın, davamlı inkişafda 5-ci maddə buna verilibdir ki, bu 5-ci maddədə tozih verir ki, qadınların bunlardan, yəni bu ayrı seçkinlik götürülsün, bunlara baskı olmasın, bunlara şiddət bunların əleyhinə olmasın. O, hətta onu, Cumhuri İslamı bunu imzalamışdı. Sazman-ı Miləldə bu sənədi 20-30-u Xamneyi ələnən elam elədi ki, biz bu sənəd imzalayandan sonra biz bunu qəbul etmirik. Ondan ötürü ki, İslam qanunu ilə bunun mühayəti var. Çünki İslamda kişi, arvad kişi ilə heç zaman bərabər ola bilməz. Bunlar hamısı bir şeylərdir ki, bu siyasətlərdir ki, mən istəyirəm yenə də təkrar edəyəm. Qanunlar, siyasətlər, o məmləkətin qanunları ilə o siyasətlər qabağa aparılır. Ta o zaman ki, qanunlar qadınların əlləri ilə yazılmasın. Onlar o qanunları yazmasalar, həmişə bu vəziyyətdə biz qalacağıq. Sağ olun. Bəli, çox gözəl. İkinci soruyu sormaq istəyirəm sizdən, xanım Təbrizi. Mərkəz bölgələr və fars olmayan etniklərin yaşadığı bölgələr arasındakı iqtisadi təbliği nəzərdə alaraq və ayrıca iqtisadın qadın haqlarının qorunmasında, yəni belə deyək ki, qadınların iqtisadi baxımdan bağımsızlığının əksinə baxdığımızda, sizcə
fars olmayan qadınların haqqında daha çox zulm olmayıbdır? Bəli. Bilirsiniz, çox bizim bu məsələmiz çox maraqlıdır. Onun ötürü qadınlar, yəni fars olmayan qadınlar, onlar olsun, türk olsun, bəluç olsun, ərəb olsun, türkçəmən olsun. Bunların biz hamımızın bir dənə bunda zadımız var ki, biz yəni təqribən mərzilərdə qərar tapmışıq. İmkanat bizə o mərkəz təkin verilmir. İmkanat rüşd yoxumuzdur. Biz rüşdü tapa bilmirik. Çünki hər rüşdü tapmaq, hər pişrəft imkanatla zadı vardır. Yəni imkanatın olmağı iləndir. Bu qadınlar mən indi yenə qeyd edirəm özümüzə. Biz qadınlar həm türküq, həm qadınıq. Yəni biz bunun ikisini bərabər özümüzlə çəkirik. Bunlar bir-birindən əslən ayrı ola bilməz. Ki mən olan fəqət qadın, türk olmayan və olan türk qadın olmayan. Bu ikisi bizim hüviyyətimizdir. Biz bunları özümüzlə aparır, çəkirik. Çox zordur. Bir qadın öz azadlığı üçün, elə olsun, bir türk qadın olsun, bir ərəb ya, kürd ya, bəluç, öz azadlığı üçün istiqlal-ı maddiyə ehtiyacı vardır. İstiqlal-ı maddi yəni nə? O zaman ki, eləyə bilmir, həyat yoldaşı ilə yaşasın, bu ayrılmağa, uşaqların saxlamağa, geçinməyə, bunun maddi yardım, maddi məsələsi vardır. Bu istiqlal-ı maddi olmayanda, onu da eləyə bilmir. İstiqlal-ı maddi çox uşaqların saxlamasında, özünün zindəqanlığında və yaxşı yaşamağa əslən həyatında da yaxşı yaşamağa ehtiyacı var. İstiqlal-ı maddi buna istiqlal verir. Amma bizim ölkəmizdə, ölkələrimizdə bizim İqtisadi məsələsi varımızdır, özümüzün, hamımızın varımızdır, kişilərin, arvadların, hamının bu məsələ varlarıdır. Çünki mərkəzgeralıq, yəni özlərinə baxmaq, o fars olmayan yerlərdə, fars milləti yaşamayan yerdə onlara nisbət iqtisad məsələsi çox aşağıdır. Ondan ötürü ki, oranın kərxanaları, məsələn, biz özümüzü hesablayaq. Bizim kərxanalarımızı bağlayıblar, mühacirət çoxalıbdır, işsizlik çoxalıbdır. Bunda bu qadının neçə bərabər zülm altında olur, qalır. Bir odur ki, qadındır, dedim, bir odur ki, yoxsuldur, bir odur ki, işsizdir. Yəni, bu haqda biz neçə qət zülmə və zada ayrı-seçkinliğə məruz qalırıq. Nisbət öbürsü qadınlara ki, fas qadınlara ki, mərkəzdə yaşırlar, imkanat onlarda var, bekar da olsalar bir imkanat var, imkanatı təfriyi var, imkanatı təhsilisi var. Bizdə o imkanat hamısı birdən azalır. Nəticə, bu qadın çox fişarda qalır. Qadın həm uşaqlarının rabitəsində, həm o camiədəki yaşır, atası ilə, anası ilə, atası ilə olsa, yəni xanavadədə də olsa, atasının tərəfindən, qardaşının tərəfindən, bu tamamilə biz neçə qət zülmə məruz qalırıq biz xanımlar. Bu həqiqətən bu sualları sizin çox belə qalin sualdılar. Çoxlu bunların üstündə gərək söhbət eləmək. Mən elə bu həddə deyirəm ki, biz bu şəraitdə bizim vəziyyətimiz çox çətindərəz fas qadınlardır. Doğrudur, düzdür. Çox sağ olun. İcazə versəz, 3-cü soruyu sorum sizdən. Qarşınasların vurğuladığı kimin də ana dildə eğitimin olmaması eğitimdə başarı şansını və nəticəsində ictimai dərəcəni və iqtisadi bağımsızlığını azaldır. İranda ana dildə eğitim yasağı olduğu üçün də iqtisadi bağımsızlıq şansı və hətta qadın haqlarına görə bilgi fars olmayan bölgələrdə fars mərkəzli bölgələrə görə çox azdır. Sizcə ana dilində eğitimin olmamasının təsiri nədir? Və buna görə nəzəriniz nədir? Buna görə nəzərim mən istəyirəm sizə bir məsələ deyim. Sazman illərdə bu məsələnin üçün biz təqribən çox işləyirik, yəni işləmişik və işləyirik və idaməsi də vardı bu işlərimizin. Zadə budur ki, və ümid edirəm ki, o şəraitlə, o vəziyyətlə ki, biz qabağa aparırıq, yəni ki, işlərimizdə orada və bunu məsələni də ciddi surətdə bundan
yanaşılmışıq bu məsələ ilə. Mənim həqiqətən arzum odur və fikir edirəm də ki, o arzuma da çatacağam hər hal. Sazman Milləl tamam təlaşı o olur ki, bu ana dili təhsil aparmaq məsələsi gündəmliyə gəlsin, yəni gündəmlikdədir və qəbul olunsun. Sazman Milləlin tərəfindən bir zor, yəni fişar dövlətlərə gəlsin ki, bunu zad eləsinlər, qəbul eləsinlər ki, yəni rəsmi olsun. Rəsmi olmağın dövlətlərə bunu vadar eləsinlər. Bu məsələnin rabitəsində ana dilində təhsil məsələsi bizim olmamağımızın, ana dilində təhsil eləməməyimizin zatlar, dəlilləri nə olur? Biz qadınlar o etimad ki, bir dənə fas qadının varıdır özünə, o etimad bizdən səlb olunur. Qorxu ondan ki, yaxçı danışmayaq, yaxçı tələffüz eləməyək. Bunlar məsələ şoğluda var, təhsildə var. Tamamən siz baxsaz, təqribən yekə bir dərsət olar ki, dərsdən dərs oxumaqdan əl çəkirlər, ya müvəffəq olmurlar, o yerlərdədir ki, öz dillərinə təhsil aparmırlar. Bu bir dənə həqdir, hüquqdur ki, biz o həqqə, hüquqa yetişməyimiz lazımdır. Əlbəttə, mən ona yenə də öz millətimizə, yəni tamam bu qeyri-fars millətlərə bu təlaşı ki, elirlər, öz ana dillərində təhsil eləsinlər, ümidim vardır ki, hər halda buna biz hamı yetişəcəkdir. Bəli, bunun təsiri, mənfi təsirləri çoxdur. Mənfi təsirləri odur ki, hətta o analar ki, yaxçı, bu dili yaxçı, yəni fars dilini yaxçı bilmirlər, öz uşaqları dərs oxuyanda da öz uşaqların görürlər ki, kültürən ondan uzaqlaşırlar. Onun farsı dilində danışmasın, ya farsı dilində dərs oxumasın, danışdırır. Bizim bu fars dilində olmamamız, yəni öz dilimizdə təsir eləməmamız mövcub olur ki, çox şoğullara, çox işlərə biz gedə bilməyək, ondan qoyuluruq kənara. İş bağımında iş tapmaq məsələsində müşkül tapırıq və bu ona görədir ki, bu ana dili günü qoyublar, mühimliyində qoyublar. Ona görədir ki, Birləşmiş Millətlər Təşkilatı bu günə görə, bu ana dilinə görə bir məbhəs açıb, yekə bir məbhəs açıb ki, qabağa gedirik və 5 dənə komitə, Hüquq Bəşər Komitəsi bu məsələnin üstündə işləyir. Mən sizin sözündən kamilən zadam ki, qatılıram ki, ana dilində təhsil eləməmək qadınların vəziyyətində yekə bir təsir qoyur. Bu bir dənə yekə bir ırqçılıqdır, yekə bir ayrı-seçkinlikdir ki, əzümlə bizim öz məmləkətimizdə bu məsələlər qabağa aparılır. Çox gözəl. Yəni belə demək olar ki, həm doktor, uşaqlar ki, öz dillərində oxuyub yazmırlar, yəni nifrət də yarana bilər, doğrudur? Nifrət yaranır deyilən, nifrət yaranır həm öz vəziyyətində uşaq, yəni bilirsiniz, bir fasilə düşür bizimlə. Nifrət kəlməsini mən istəmirəm işlədəm, çünki yekə bir zat, bəli. Oxulda, oxumağa görə nifrəti deyirəm, yəni baxış açısından. Yəni kitabı meyli olmur oxusun. O olmur, doyur, yorulur. Onun əslində uyğun deyil. O kitab onun yaşayışı ilə uyğun deyil. O şeylər ki, bilirsiniz, dərs oxumaq bir kültür də var onun içində. O kültür ki, onun varı da onunla böyüyübdür, o kitablarda da tapır. O kitablarda da tapır, bezir, qoyur kənara və tərcih verir, getsin, məsələn, bu məsələni bizim öz kətlərimizdə, o zaman mən bu məsələdə də biraz az işləmişəm, öz kətlərimizdə o tərcih verirdi, getsin qoyunlarının yanına tayin ki, farsıcan, məsələn, bir kəlməni öyrəşsin, ona tərcih verirdi, qoyurdu kənara, görürdü, ondan çox uzaqdır, onun kültüründən çox uzaqdır. Amma hər dilin özünün kültürü var. Hər dilçi, hər kəs ki, öz dilində dərs oxur, o kültürün də cəmləşdirir, rüşdü verir, onu da rüşdü verir. Və
bir uzaqlıq, bir tanınmamaq, bir biganəlik var bu dillə bizim aramızda. Birdən nəticə uşaqlar ona görə uşaqlar bu qədər təhsildən qoyulur kənara. Ona görə uşaqlar qaçır, mədrəsədən qaçır. Görürsünüz ki, və bundan da sui-istifadə olur. Çünki uşaqlar, məxsusən qız uşaqlarının üstündə bu çox təsir qoyur. Çünki bunları icbarən oturur izdivac eləsin də. Çünki dərs oxuya bilmir, oturur məsələn həyat yoldaşı tapsın özünə bu məsələdə. Oğlunlarımızın da məsələn ki, müvəffəq olmaları, görürsünüz, onları da bir xanəvadədən biraz ayırır. Bir gərək özünə yol tapsın, yer tapsın və bunu çətin tapır. Düzdür, çox gözəl. Təşəkkür edirəm sizdən. 4-cü sorunu istəyirəm sizdən soruşam. Toplumun və özəlliklə qadın sorunlarını başa düşmək üçün və bu bölgələrin kültürünə görə qadınlara irtibat qurub, ictimai və kültürel savadlarını yuxarı aparmaq üçün məhəlli medialar lazımdır. Bu mediaların olmamağı nə həddə kimi qadın sorunlarının həll olmamağında etkisi vardır? Bəli, mən elə sizin sözlərinizdə mən hər zaman aparacağım, rədd verəcəm bir Birləşmiş Millətlər Təşkilatının vəziyyəti ilə, çünki özüm bir milli fəal ola, həm milli fəal ola, həm də insan həqlərində çalışmama görə həmişə referanslarım onlar olur. Bilirsiniz, bu dəfə 13-cü forumda ki, biz azlıqlar üçün milli və dil azlıqları üçün təşkil tapmışdı. Təqribən 19 və 20 novembrda, təqribən bir həftə bundan qabaq. Onun da zadə süjəsi media idi. Bu bizə çox gözəl idi. Çünki mediadan biz çox həsrətliyik və mediadan çox biz müşkülümüz var media moridində. Bu onların da nəzərlərinə və bu Avropada da təqribən mars ayında, bir il mars ayında təqribən 8 ay bundan qabaq da Avropanın şurasında və Komisyon Avropada da bu mətrəh oldu ki, media məsələsi azlıqlara, deyirlər minority, azlıqlara məmləkətlərdə necə olmalıdır, nə cür qabağa getməlidir və bu medialar, mərkəz mediaları tamam o mediadan bu azlıqların əleyhinə istifadə edirlər. Yəni bir nifrət, ondan sonra ayrı-seçkinlik və ırqçılıq təkin qabağa aparırlar. Niyə gərək məsələn bunların mediaları olmuyor? Bu məsələ çox zətdir, mühüm bir məsələdir. Media məsələsi niyə bizə mühimdir? Media, siz kültürünüzü o mediadan göstərirsiniz, siz istəklərinizi o mediadan deyirsiniz, siz o mediadan dərs verirsiniz, siz o mediadan dünya səviyyəsində keçən inkişaflardan siz o mediadan millət açısız toziq verirsiniz. Biz bu media olmağı qadınların öz nəqşi ola bilər ki, vaxtı bizim əgər mediamız ola, bu qadınların özlərinin nəqşi ola, təlim, tərbiyyət üstündə, uşaqlar üçün, özləri üçün, özlərinin rüşdü üçün. Tamam insanlar elə bilirsiniz, indi bizim öz məmləkətimizdə savadlımız, əlbəttə bizim savadlılığımız Azərbaycanda savadlı çoxdur, təhsilkərdə çoxdur. Amma bir sürü analar da vardır ki, o dili qanmırlar. O dili qanmayanda dünyadan xəbəri olmur. Onun öz dilinə media olmaq, o özü eləyə bilir ki, özün onda zat məsuliyyət alsın, özün onda şərik bilsin məsaildə. Bizim bu media məsələmiz, hətmən ki, bizim gərək mediamız ola, nə tənha öz dilimizdə ola, tamam, mən fars olmayan millətlərin hamısını deyirəm, bu media bizə kömək eləyəcək ki, qadınlar o xuşunətlər, o şiddət, o baskı ki, qadınların əleyhinə də olur, ondan xəbəri olsun, ondan özün çəksin kənara, onun yolunu tapsın, ondan necə mübarizə eləməlidir, nə cür qabağa getməlidir. Ondan sonra bunlar hamısı bir məsələlərdir ki, insan hüquqlarından, qadın öz həqlərindən o mediadan xəbər ola bilər. Uşaqlarının vəziyyətindən ola bilər. O özünü öldürən xanımları görür mediadan,
gözü ilə görür, mütəvəccih olur. Onlardan özünü uzağa çəkmək. Bir növ tərbiyyəti məsələdir, bir növ öyrəşmək məsələsidir. Bu qadınlar öyrəşirlər, öz haqlarına mübarizə eləsinlər. Yəni bir dənə kitabdır ki, sizə oxuyurlar, siz onu bilirsiniz, özünüz də onda şirkət edirsiniz. Qadınların qabiliyyətləri bu medialarda çıxar eşiyə. Bizim qadınlarımızın qabiliyyətləri içəridə qalır, eşiyə çıxmır. Həm həqiqətən sünnətlər bu məntəqələrdə o qədər yuxarıdır ki, qadınlar bu sünnətlərin içində qalırlar, onlardan əl çəkə bilmirlər, onlardan çıxa bilmirlər. Bu mediadır ki, bunu açacaq üstün, bu mediadır ki, qadına icazə verəcək. Qadın öz istəklərini ora aparsın, qadın dünyanı düzəltsin, qadın desin dünya necə olmalıdır, mən və uşaqlarım orada yaşasınlar. Medianın nəqşi yuxarı həddədir və mən yenə təkrar edirəm, bu neçəminci dəfədir ki, media və ana dili Birləşmiş Millətlər Təşkilatının minority, yəni azlıqların bəxşində yuxarı səviyyədə gedir və bizlər də istəyirik bunu, bu mövzunu gündəlikdə saxlayın. Biz bundan incirik, biz bundan vəziyyətimiz budur. Odur ki, mən həqiqətən buna çox zadım var, bağlayan bu media məsələsinə. Məxsusən ki, siz görürsünüz, o sənədi 20-30 sazman biləlim, davamlı inkişafın üstündə. Mən bunu da həmişə təkrar edirəm. Davamlı inkişaf bizim çox nəfimizədir. Onun 4-cü artikli bizimkidir, 5-ci artikli qadınlarınkidir. Görürsünüz, dalbadal gəlir. Bu ikisi bizim əsas məsələlərimizdəndir. 4-cü ki, ana dilində təhsil verməkdir. Əgər zatlar, azlıqlar o məmləkətlərdəki vardır və hüquqları gərək riayət ola, onların azadlığı, ana dilləri ola və bu əsas məsələdir və bunun 2 dənə bu məsələsinə mənim çox zadım var və burada da yenə bu 20 sənədi 20-30-da da yenə də orada media məsələsi mətrəhdir. Hər halda bu media məsələsində mən nə qədər istəyəm danışam, azdır. Mütəəssifanə bizim mediaları ki, onlar zaten mərkəzin əlindədir. Həmişə bizim əleyhimizə olubdur, bizim kültürümüzün əleyhinədir. Həmişə biz oradan incimişik, həmişə biz orada ırqçılığı görmüşük. Biz mediadan, ırqçılıqdan sonra bir ayrı bir şey deyərəm bilmirik. Məgər o ki, öz medialarımız ola, öz əlimizdə ola, öz kültürümüz ola, öz dilimizdə və qadınların onda neçə bir nəqşi ola. İnanın ki, mən çox ürəyim istəyir bu məsələdə danışam. Qadınlar beyinləri neçə dəfə işləyir, yəni bir zamanda neçə bir iş görə bilirlər. Qadınlar, inanın, o qadınlara müdiriyyət versələr, qadınlara versələr, organizasyon versələr, yuxarı həddidə qadınlar qadirdirlər və medialarımız da gərək qadınların da əlində ola. Sağ olun. Çox sağ olun. Yəni, demək olar ki, hər şeyi media yoluna gətirə bilər. Belə, indi cəmiyyətdə zorakılıq var, xuşunət var. Media eləyə bilər ki, onu aradan aparsın. Reklamına, adının... Bəli, məxsusən mən təkid edirəm ki, medianın təsiri qadınların üstündə və qadınların nəqşi o mediada heç vaxt mən bundan zat eləmirəm də. Yəni, yuxarı həddidə mən buna zat verirəm ki, qadınların neçə nəqşi ola bilər mediada və media bizim olsa biz nələr eləyə bilərik. Doğrudur, doğru. Xan Təbrizi, 5-ci sorunu belə açıqlamaq istəyəm sizə ki, daha öncə Cəmuh Təşkilatı qadın konusuna görə çalışmalar aparmış və amallar sonulmuş ki, Fars olmayan bölgələrdəki qadınların Fars mərkəzli bölgələrdəki qadınlardan çox daha pis bir durumda olduğunu göstərir. Və ayrıca Türkiyə və Azərbaycanın bir çox şaxislərdə İrandan daha yaxşı bir durumda olduğunu göstərir. Sizə görə bu ölkələrin arasındakı fərqin dəlili nədir? Mən istəyirəm deyəm ki, beləsi zat eləmək, yəni
müqayisə eləmək bir miqdar zətdə çətin olur. Niyə çətin olur? Çünki İslam qanunu, Cümhuriyyət İslamının qanunu İslam qanunudur. Yəni İslamın maddələri ilə yazılıb. Hərçənd o ana yasası yaxşı yazılıb, bəli onun içində hər şeydə axirində gətirib ki, əgər müğayir olmasa İslamın şəriətindən, İslam qanunu. Yəni bizim duruşumuz budur. Amma gələk Türkiyə və Azərbaycan. Türkiyə özü bir layiq bir qanunlar var orada. Yəni bizimki təkin hələ olmayıbdır ki, Cümhuriyyət İslamı təkin məsələn zat ola, tamamen İslam ola. O tərəfdən də siz baxın, Azərbaycanda da yenə layiqdir. Azərbaycanda görürsünüz ki, multicultural, yəni hər yerdə də bu məsələ olubdur ki, neçə fərhəngi gözəl qabağa gedir. Bəs orada da tolerans var. Yəni zat yoxdur, zorakılıq yoxdur ki, qanunlara görə. Hər halda bu yekə bir məsələdir bunun rabitəsində. Ondan sonra ikinci məsələ ki, eləyə bilərəm deyəm, zətdə Türkiyədə qadınların cümbüşü, ictimaiyəsi yuxarı həddidədir. Yəni qadınlar hər zaman səhnədədirlər, öz haqlarına görə səhnədədirlər və icazə də verilir ki, onlar o səhnədə olsunlar və öz zatlarında yetirsinlər. Bu müqayisə eləməkdə qanun məsələsidir. O yerdə ki, qanunlar qadınların əleyhinə 100%-dirlər. O yerdə ki, qanunlar qadınların əleyhinə yarım 50% müxalif. Və o yerdə ki, məsələn 20% müxalif var qanunlarda. Bu qanunların məsələsidir ki, biz bu qanunlara gəlmək üçün deyə bilərəm ki, gərəkməz özür, yəni Cümhuriyyət İslamı ilə hər yeri müqayisələr eləyəndə biraz çətin olur. Türkiyədə mən o cür ki bilirəm, indi bitirərəm, bu gün də təzahürat vardı. Oranın cümbüşü xanımları çox qəvidir. Hərçənd ki, bizim də İranda da qadınlar cümbüşü, ictimai hərəkətləri çox yuxarıdır və indi də əslən dünyada, İranda o qadınlardır ki, bunu qabağa aparırlar. Bir seridə karigər təbəqəsi ki, acılara gedib. Məsələn, İranda 3 seri idi. Əvvəl bir roşənfəkçilərdir, sonradan da əslən karigərlər, bekarlar da, qadınlar da bu işə yapışdılar. Hərçənd ki, mən biraz gileyliyəm, çünki o yerdə ki, qeyri-fars olmayan ölkələrdə, bizlərin ölkəsində qadınlar zadı hərəkəti çox zəifdir, ya yoxdur, ya da zəifdir. Amma Türkiyənin vəziyyətində qadınların çox güclü bir onların yığmaları var, organizasyonları var. Azərbaycanda taza başlayıbdır, bəli Azərbaycanda o şəkildə baxış yoxdur. Ki, məsələn, qadın haqlarına pis baxış yoxdur, amma bu ondan uzaq deyir ki, sünnətlər yoxdur bunların içində. Hər yerdə sünnətlər, bir miqdar İslami ölkələrdə sünnətlər yuxarıdır, sünnətlər yerin verməyib də hələ aydın, aşkar məsailə. Hər halda mən belə görürəm və fikir edirəm ki, Türkiyənin bir əsaslarından biri ki, məsələn, sizin o mütaliəzdə, sizin o axtarışınızda bu çıxırı, mən fikir edirəm cümbüşü, qadınların cümbüşü, onların ictimai cümbüşü və zorri qadınların zatları olmaları, orqanları, organizasyonları olmağı təsiri vardı. Çox gözəl. 6-cı sorunu sormaq istəyirəm, Hamdötür. Siz qadınlara qarşı təbizlər və özəlliklə fars olmayan qadınlara qarşı zulmün aradan getməsi ilə ilgili necə bir çözüm önərirsiniz? Mən bu məsələdə mən fikir edirəm ki, bu qanunlardır. Biri qanunların, o qanunlar ki, qadınların zatlarına qarşılarındadırlar, onları aradan götürməkdir. Aşkarən görürsünüz ki, indi arqıçılıq, məsələn, və ayrı seçkinlik yuxarı həddədir. Bunu aradan götürməkdir. Bunu aradan götürmək, mən deyirəm, bunları örgətməkdir. Fərhəng sazlıqdır. Yəni, o fərhəngi o camiyə aparmalısınız ki, aparmalıyıq ki, kişi ilə xanım bərabərdir. Bu, əslən,
ayrı-ayrı. Bunlar ikisi də bir dünyaya gələndə bir şəkildə bir zadla gəlirlər. Necə olur ki, bir kişi sonra qabağa keçir, məsələn, xanım həmişə gərək ondan təbəiyyət edir. Bunlar hamısı öyrətməklərdir. Bunlar ağalar gərək xanımlarla bərabər xanımların azadlığına əgər qədəm götürələr, onları kömək eləyərlər. Bu bir dənə təbiiz, yəni bu bir dənə ayrı seçkinlik mucib olur ki, onların uşaqları da öcür böyüsünlər, öcür dünyaya gəlsinlər. Bu uşaqları tərbiyyət eləməkdir, xanımların həqqin rəsmiyyətə tanımaqdır, o qanunları aradan götürməkdir, sünnətlərə qalib olmaqdır. Sünnətlər bizim evimizi yıxır. Həqiqətən hər xanımlar görürsünüz ki, o sünnət vurulubdur ki, eləyə bilmir, onu içindən çıxsın, aşsın. Mən deyirəm, həqiqətən, bu bir dənə bizim məxsusən farslıların zatları, yəni bu mövriddə zatları yüngültərdir, vəziyyətləri bizdən yüngültərdir, bizimki çox ağırdır. Bizim dedim də, bizim həmi hüviyyət məsələmiz var, bizim həmi dil məsələmiz var, həm də ki, qadın özü öz içində o sünnətlər də onun üstündə izafə olur. Biz məsələn uşaqların bu cür əgər həqiqətən istəsək başlasaq mübarizəni, oradan gərək başlayaq ki, uşaqların izdivaclarının qabağını alaq, kiçik qızların izdivacının qabağını da, onların təhsilatının üstündə duraq, onların tərbiyyətisinin üstündə duraq. Tərbiyyət özü bir böyük nəqş var bu zatda. Bu tamam qanunlar ki, qadının əleyhinədir, onları aradan qaldırmaq. Bu günlərim Birləşmiş Millətlər Təşkilatı, siz görürsünüz da, tamamən bunun rabitəsində çoxlu enerji qoyur və hətta 25 il bundan qabaq ki, Peçəndə o bərnamə qoyulmuşdu qadınların rabitəsində. Bu o bərnamələr ki, yazılmışdı. Billərim, Sazman İllərinin başkanı Dəvir Kolde Sazman İllər Qutriş dubarədən bunu başladı ki, dubarədən qoyulsun. Çünki görür ki, dünyada nə şəraitdir. Hər nə qədər dünya rüşd eləyir, o cürdə qadınların əleyhinə xuşunət də ayrı şəklə dönür. Yəni, əgər bir zaman fiziki bir xuşunətlərindəndir, indi ruhi xuşunətlər yerini tutur. Yəni, bunlarla mübarizə almaq tamam qadınların və kişilərin bahəm mübarizə aparmaqlarıdır. Bu zadı sındırmaqdır, bir-birinə dayaq olmaqdır bu mübarizədə, nə bər əleyhi bir-biri olmaqdır. Bəşər haqlarını mənzuru bilməlilərdir. Bəli. Gərək bu şəkildə tamam əvvəl o qanunları aradan götürək, sonra özümüzü tərbiyyət eləyək, özümüzü öyrədək, özümüzdə o fərhəngi bərabərini yaradaq. Ta o fərhəngi bərabəri bizim içimizdə, kişi ilə arvadın arasında o olumlu, o fərhəng yerinə düşməyə qadında nə qədər təlaşlarında da bir az gətirəcəklər üçün gərək hamımız qəbul edək bunu. Və bu təbizləri qabaqdan aradan götürmək üçün. Yenə sualınız olsa mən xidmət istəyirəm. Sağ olun. Hamd etdiysən, son olaraq bir söhbətiniz varsa buyurun, eşidək sizi. Mən söhbətim fəqət bu olacaq ki, mən həqiqətən mən Birləşmiş Millətlər Təşkilatının zadı ilə bərmi proqramı ilə gedirəm qabağa. O proqramda indi xuşunət qadınların əleyhinə zorakılıq, ondan sonra o şiddət qadınların əleyhinə çoxdur. Tamam hər yerdə, hətta baxırsınız bu Covid-19 ilə görürsünüz ki, evlərdə nə şərait vəziyyətə gəlibdir, qadınlar bu məsələdə çox pis şəraitdədirlər. İranın özündə işsizlikdir, yoxsulluqdur, ondan sonra evsizlikdir. Görürsünüz ki, qadınların şəraiti günbə-gün pislənir, fars olmayan millətlərinci ondan bətər üçün onların da tamam əzəl iqtisadi cəmiə özü fələcdir. Bunlar hamısı bir məsələdir ki, çox çətindir bu zatlar və mən arzu edirəm ki, bu xuşunət həmişəliğə qadınların qarşısındadır, qadınların olmağa, qadınların əleyhinə olmağa bir zaman qutarsın
və hamı insan təşin yaşasın. Dedim də insan qadın haqları, insan haqlarıdır. Qadınlar da insandırlar, qadınlar da gözəl insandırlar və ehtiyat ki, qadınların nəqşi bu dünyanı düzəltməsində çox tər olaydı. Çox sağ olun xanım doktor, bizi bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Mən də sizdən təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olasınız. Sağ olasınız. Təşəkkür edirəm. Sağ olun. Razı, çox bəxtliyim. Xahiş edirəm. Sağ olasınız. Yorulmayasınız. İnşallah gələn bərnamələrdə görüşərik. Təşəkkür edirəm. Çox sağ olun. Hələlik görüşərik xanım doktor. Çox sağ olasınız. Məmnunam. Belə. Hələlik.